Salam dəyərli izləyicilər. Burada qeyd edirik ki, hansı hadisələrin yerini dəyişdirdilə düzgün xronoloji arzulıq alınır. Yəni burada biz hadisələri ilini bilmək lazımdır. Sonra onları ardıcıl düzmək lazımdır. Azərbaycan Demokratik Partiyasının yaradıldığı elan edildi. Yəqin ki, bu 1917-ci ilin avqust ayında olan ADP-dən söhbət gedir. Fətəli xan Xoyskinin rəhbərliyi ilə 3-cü hökumət kabinetinin təşkil edilməsi 26 dekabr tarixi 1918-ci il. AXC-nin vətəndaşlıq haqqında qanunu 1919-cu ilin avqust ayında, Müəssislər Məclisinə seçkilərin qəbul edilməsi 1919-cu ilin iyul ayında, Qacarlarla AXC arasında dostluq müqaviləsinin bağlanması isə 1920-ci ilin mart ayındadır. Burada da göründüyü kimi 3 ilə 4-ün yerini dəyişsək, düzgün xronoloji ardıcılıq alınar. Deməli, sualın doğru cavabı 3 ilə 4, yəni B variantı olacaq. Diqqətiniz üçün təşəkkür edirik.